Yəqin bilirsiniz ki, mən ingilis dili öyrətmək üçün dərsliklərdən deyil, ancaq müxtəlif mövzularda videolardan istifadə edirəm. Hər dəfə deməyimə baxmayaraq ki, bu tələbəm üçün çox effektivdir, çünki real ingilis dilinə məruz qalırlar. Etiraf edim ki, mənim üçün kifayət qədər zaman istəyən və enerjimi alan bir prosesdir. Çünki videonu seçib onu dərsliyə çevirməliyəm. Yəqin ki, müəllimlər başa düşər məni. Biri var hazır dərslikdən istifadə edirsən, biri də var dərslik olmayan bir resursu dərsliyə çevirirsən. Və düşündüm ki, necə edə bilərəm ki, bu prosesi biraz da olsa sürətləndirim və dərslərimlə bağlı digər məsələlərə daha çox zamanım və enerjim olsun. Və tapmışam. Sizlə də bölüşmək istəyirəm. Məsələn, bir videodakı ifadələri və qrammatik strukturları məşq etmək üçün suallar tərtib edirəm. Amma bunu daha tez etməyin üsulunu tapmışam. Belə ki, dərsliyə çevirmək istədiyim videonun transkriptini YouTube-dan kopyalayıb ChatGPT-yə daxil edirəm, ardınca isə belə bir prompt yazıram. Promptum çox spesifik olmalıdır. Məsələn, please create comprehension questions from this transcript to ask my 14-year-old C1 level teenager student. Burada AI mənə elə suallar tərtib edir ki, həm tələbənin levelını, həm də yaşını nəzərə alır. Spesifik etməliyəm sualı, çünki hər sualı yeniyetməyə verə bilmərəm. Onun marağına və yaşına uyğun olmalı, həm də mövzunu məşq etməlidir. Mənə isə sualları yenidən başdan ayağa baxıb nəzərdən keçirmək qalır. Təbii ki, bəziləri qalır, bəzilərini özüm istədiyim kimi dəyişirəm. ChatGPT elə qəşəng suallar verir ki, həmin suallar sırf mənim C1 level olan 14 yaşında yeniyetmə tələbəmə uyğun olur. Mənə görə ən yaxşısı isə odur ki, həm dərsliyə çevirdiyim videonun içindən suallar verir, həm də həmin mövzu ilə bağlı tələbənin ümumi fikrini soruşan, tənqidi düşüncəsini inkişaf elətdirən suallar verir.